Çok yakın idi ama hakimler qələbə qazanır. Biz sonraki onlarda nəsə var. Çünki hər oyundan sonra biz sakit dururuq, amma hər oyundan sonra bizi final verirlər, sonra rəvan orada çıxır deyir, bu final deyildi. Ondan sonra yenə verirlər, yenə çıxır deyir, final deyildi. Amma xallar gedir, çempionat gedir, amma yenə də eyni şeylər davam edir. Gündəyiz. Ələ baxmır, varda baxmır, kimi Cəvizəli dedi, ələ baxmır, təmiz əl baxmır, burada galiba eyni moment, mən sizə 15 dənə moment gətirərəm, yenə finaliz verir. Biabırçılıqdan başqa şey yoxdur, komandaya yoldaşlarına təşəkkür edirəm, möhtəşəm xarakter göstərir, sağ olsunlar ki, artıq neçənci dəfədir bu hal yaşanır. Yəni, sən də bu nədən qaynaqlı? Yəni, bir dəfə olsa gəlir təsadüf, iki dəfə olsa finallar təsadüf. Bilmirəm, yəqin ki, hakimlər səhv edir, səhv verən, nə deyərsən, yalandan səhv yazmaq olan üstlərinə hər dəfə, bir dəfə olsa mən başa düşərəm, sezon əvvəlindən başlayır. Biz sezon əvvəlində neçə xal itirmişik, indi biz bəlkə üstünlük edirik, amma yenə də biz davam edirik, vuruşacaq, çünki komanda yoldaşın doğrudan da möhtəşəm xarakteri var. Bilmirik, kimə qarşı vuruşacaq, rəqibə qarşı yoxsa sizə var.